Bəzən insanın ehtiyacı olan tək şey biraz uzaqlaşmaqdır. Səs-küydən, gündəlik qayğılardan, bitməyən işlərdən uzaqlaşıb nəfəs ala biləcəyi bir yerə getmək. Bu dəfə yolumuz Doğanalıya düşdü. Yol boyu bizi müşayiət edən yaşıl dağlar, sərin meh və göz oxşayan mənzərələr sanki bütün yorğunluğumuzu aldı. Buraya gələn kimi anlayırsan ki, təbiətin verdiyi rahatlığı heç nə əvəz etmir. Ailəmlə birlikdə bu gözəl anları yaşamaq, uşaqların təmiz havada sevincini izləmək, hər anın dadını çıxarmaq bizim üçün ən böyük xoşbəxtlikdir. Bəzən ən dəyərli xatirələr bahalı məkanlarda yox, məhz belə sadə və sakit yerlərdə yaranır. Əgər siz də həm dincəlmək, həm də təbiətin gözəlliyini hiss etmək istəyirsinizsə, Doğanalını mütləq gəzməlisiniz. İnanıram ki, buradan siz ürəyiniz dolu, ruhunuz dinc və yaddaşınız gözəl xatirələrlə ayrılacaqsınız. Bu yerlər mənə Laçının dağ yerlərini xatırlatdı. Bu səyahətdə bizi müşayiət edin, yol boyu gördüyümüz bütün gözəllikləri sizinlə birlikdə kəşf edəcəyik. Hələ yolun əvvəlindəyik və qarşıda bizi hansı gözəlliklərin gözlədiyini özümüz də bilmirik. Bəzən plan qurmadan çıxılan yollar ən gözəl xatirələrə çevrilir. Burada hər tərəf adama ayrı bir rahatlıq verir. Sanki zaman biraz yavaşlayır və insan sadəcə yaşadığı anın dəyərini hiss edir. Mən də bu səfərdə gördüyümüz hər gözəl məkanı sizinlə paylaşacağım. Harda dayanmağa dəyər, harda şəkil çəkdirmək olar. Hamısını videolarımda görəcəksiniz. Siz olsaydınız ilk olaraq hara gedərdiniz? Fikirlərinizi şərhlərdə yazın. Mən də hər birini oxuyacağım.